Salam dostlar. Qarşıdan gələn yeni ilinizi təbrik edirəm. Yəqin ki, bu ildə bizim sonuncu belə görüşümüzdür. Keçən il, bu il, 2025-ci il dəhşətlərlə dolu olan bir il oldu. Ümumiyyətlə, dünyada ağır illərdən biridir. Ukrayna müharibəsi bu ildə başa çatmadı, daha da ağırlaşdı. Trump kimi əxlaqsız bir adam Amerikan prezidenti olması ilə yəqin ki, müharibənin bir neçə ildə uzanmasına səbəb olacaq. Və Trump kimi heç bir ideoloji xətti olmayan, heç bir ideoloji yükü olmayan, mənəvi dəyərləri olmayan bir adamın hakimiyyətdə olması İlham Əliyev kimi korrupsioner, oğru adamların bir qədər də cəsarətləndirdi, bir qədər də onlara stimul verdi. Bütün dünyada belədir. Yəni ki, özünü sağçı adlandıran oğru, korrupsioner, Rusiyanın tulası olan siyasi qüvvələr aktivləşdilər. Bu Almaniyada da belədir, Fransada da belədir, Avstriyada da belədir və dünya hər yerində özlərini sağçı adlandıran, əslində oğru, korrupsioner, yaramaz adamlar xeyli dərəcədə aktivləşiblər. Biz Azərbaycanda hakimiyyətin yaramazlığından 1993-cü ildən şahidlik edirik. Ondan əvvəl bizim bir ilimiz belə cəbhə hakimiyyət dövründə kifayət qədər demokratik bir hakimiyyətimiz vardı. O da təəssüflü olsun ki, müharibənin ən ağır günlərinə, ən ağır aylarına düşdü, təsadüflədir. Əliyevlər bizim ömrümüzə oturublar. 1993-cü il iyun qiyamı ilə, hərbi çevrilişlə, Rusların vasitəsilə hakimiyyətə gəlib Heydər Əliyev ilhama keçirib. Bunları danışmaq, bunları izah eləməyə mənə gəlir ki, heç bir ehtiyac yoxdur. Hakimiyyət oğru, korrupsioner olmaqla yanaşı eyni zamanda dəhşətli dərəcədə əxlaqsızdır. Heç bir mənəvi dəyərləri yoxdur. Bunların belə yekə-yekə millət, vətən, milli dəyərlər, bizim nə bilim türkçülük, turançılıq, bunlar hamısı yalan, bunlar hamısı insanları idarə eləmək, insanları aldatmaq üçün istifadə etdiyi vasitələrdir. Adamlar Turan qururlar güya. Qazaxıstan prezidenti, Özbəkistanın prezidenti, Qırğızistanın prezidenti öz ana dilini bilmir. İlham Əliyev evində rus dilində danışır. 5 Türk Respublikası var güya bunların qurduğu Turanda. Macarıstanla qoşsaq 6. Bu Qazaxıstandır, Özbəkistandır, Qırğızistandır, Türkmenistandır, Azərbaycandır, Türkiyə 6. Plus da bu Macarlar da Orban bir yaxşı lox yer tapıb pul soymağa. Bunlar hamısından pul soyur. Avropa Birliğində bunları lobiçilidir. Bunların 6 Türk Respublikasından 5'i öz evində Rusça danışır bir-birinə. Ailə dili Rus dilidir. Erdoğan da hansı dildə danışdığı bilinmir. Yəqin ki, o da ərəb dilində danışır. Bunların hamısı Azərbaycan xalqını İlham Əliyevin bu sadalarından istifadə etməsi İlham Əliyevin Azərbaycan xalqını kölə kimi istismar etmək üçün lazım, aldatmaq üçün lazım. Əxlaqdan danışır. Ən böyük əxlaqsızlıq edən Azərbaycanın bir nömrə əxlaqsız ailəsi Əliyevlər ailəsi. Şəxsi həyatlarına görə demirəm. Halbuki olan şəxsi həyatları barədə də danışmaq olar. Çünki onlar ictimai fiqurlar. Onlar siyasi figurlar. Hamısı siyasətlə məşğuldur ailədə. İlham prezident kreslosunu zəbt edib, arvadını vitse-prezident təyin edib. Qızları ictimai-siyasi Heydər Əliyev Fondunun vitse-prezidentidir bir qızı. Bunlar ictimai layihələr həyata keçirirlər. Azərbaycan xalqına oğurlanmış pulları hesabında. Siyasi bəyanatlar verirlər. Oğlu da o günləri Ağdamda elan edilər ki, bu İlhamın varisi oğlu olacaqdır. Yəni, növbəti prezidentliği anonsunu verdilər Ağdamda. Əslində orada bir yaltaq kişi vardı, Marif. Bu Qarabağ Atçılıq Kompleksinin direktorudur. Eyni zamanda Azərbaycan Atçılıq Federasiyasında Elçin Quliyevin köməkçisidir. Bu DSX Elçin Quliyev çoxlu belə səlahiyyətlər verir. Bu səlahiyyətlərin biri də Azərbaycan Atçılıq Federasiyasının prezidenti olmaqdır. Həmin o yaltaq kişi Ağdamda danışan təsadüfi deyildi orada. Orada təsadüfi adamlar keçmirdi. Həmin adam 2019-cu ildən prezident təqaüdçüsüdür. İlham Əliyev onu prezident təqaüdçüsü edib.
Hakimiyyətlə yaxın əlaqəli olan, hakimiyyətin əmirlərini yetirən əsas kölələrdən, əsas qullardan biridir. Bir ağsaqqal sifətində gətirmişdi, amma onu hamı tanıyır. Hamı tanıyır onu, bilirlər kimi. Yəqin ki, bir çoxunuz Mehman Əliyevin, Mehman Hüseynovun müsahibəsinə qulaq astınız. Atasını, qardaşını başına kisə soxub, aparıb bir qaranlıq otağa salıblar, üzünə işıq vurublar. Sonra televizor yandırıblar, Mehman Hüseynovun intim görüntülərini göstərirlər. Mənim oldu ki, Mehman Hüseynovun evində kamera quraşdırıb, 5 il bu adam çəkiblər. 5 il çəkiblər və bu ilə də adamı bir jurnalisti şantaj eləmək istəyiblər ki, ya sən biz deyəcəksən, ya da sən bu yataq səhnələrini paylaşdıracaq. Şikayət ediblər baş verənlə bağlı. Fuad Ələsgərov qəbul edib Mehmanın qardaşını. Və deyib ki, həmin o maskalı adamların dediyini eləyib. Yəni, dövlət, hakimiyyət nümayəndəsi deyir ki, gedin sizi oğrayan maskalı adamlar sizə tapşırıb, onu edin. Yəni ki, bu intim kasetlərin göstərilməməsi hesabında siz razılaşın, İlham Əliyevi tənqid eləməyin, susun. Mehman dünən müsahibəsində deyib ki, mən susmayacağım, danışacağım, götürün yayın nə istəyirsiniz. İlham Əliyev bu əxlaqsızlığı yalnız Mehmana qarşı eləməyib. Bundan əvvəl də dəfələrlə olub. Jurnalistlərə qarşı eləyib, siyasi rəqibinin ailə üzvlərinə qarşı eləyib. Çox əxlaqsız, çox tərbiyəsiz, heç bir türkçülüyə özlərinin dediyi, milli mənəvi dəyərlər sığmayan hərəkəti və bunun başında birbaşa İlham Əliyevdir. Mən Xədicə İsmailin evinə quraşdırılan kamera ilə bağlı o araşdırma aparanda həmin qrupun üzvü olmuşam, həmin yerdə olmuşam. Onun evinə yasamal telefon qovşağından, yasamal ATS-indən yaşadığı, kirayədə qaldığı evə qədər xüsusi kabel çəkmişdilər. Optik kabel çəkmişdilər. Ki, evində olan danışıqları, görüntüləri, hər şeyi çəksinlər, hər şeyi izləsinlər. İlham Əliyevdir. Çünki dövlətin ATS-indən o zaman üçün çox bahalı olan, indi də ucuzdur, bahalı olan optik kabel o çox uzun bir məsafədən birbaşa bir evə çəkməzdir. Bu İlham Əliyevin göstərişidir. Və biz orada işçilərlə danışdıq və bu əclaflığa, bu əməliyyata rəhbərlik edən də bütün nişanları ilə Akif Çovdarov göstərirdi. O zaman Milli Təhlükəsizlik Nazirliyinin generalı. Və bu adamlara birbaşa göstəriş verən, əmir verən şübhəsiz ki, İlham Əliyev. İlham Əliyev yalnız oğru deyil. İlham Əliyev yalnız başkəsən deyil. Yalnız saxtakar deyil. İlham Əliyev həm də seksual manyakdır. Manyakdır bu adam seksual. Bu adam müxalifətçilərin yataq səhnələrindən həzz alır. Çəkir, baxır və bu ilə həzz alır. Bundan xoşlanır. Manyakdır bu adam. Bunun başqa cür adı, başqa cür bunun üsulu yoxdur. Söyüşdən də həzz alır. Söyüşlərdən də həzz alır. Ona söyən söyüşləri beynində təsəvvürünü səhnələşdirir, gözünün önünə gətirir. Həzz alır bundan. Bu ilə həzz almasa, bax bu cür əməllərin qarşısını alardı. Söyüş mediası deyirlər, söyüş söyən blogerlər deyirlər. Bunları yaradan İlham Əliyevdir, Heydər Əliyevdir. Heydər Əliyevə qədər Azərbaycan siyasətində təhqir yox idi. Heydər Əliyevə qədər Azərbaycan siyasətində ailə ilə, uşaqla adamları şantaj eləmək yox idi, görüntülərlə şantaj eləmək yox idi. Bunu gətirən Heydər Əliyevdir. Özləri qədər əxlaqsız, tərbiyəsiz bir kanal açmışlar Lider televiziyasına, kuklalar verilişi vardı. Həmin kuklalar verilişində təhqir nildə müxalifəti, təhqir nildə Heydər Əliyevi, təhqir nildə Əliyevlər rejimini tənqid edən adamları, jurnalistləri, siyasətçiləri, hər kəsi, kim ki Əliyevə yaltaqlanmır, olan hamısını təhqir edirlər. Həmin televiziyada insanlar bunun qapısına, evinə, yataq otağında quraşdırdığı kameralarla çəkdiyi intim görüntüləri televiziyada nümayiş elətdirirlər. Bu əxlaqsız adam İlham Əliyevdir, bunlara göstəriş verir, əmir verən.
İndi öz tulalarını ortalığa salıb deyir ki, söyüş söymək şeydir, ayıbdır, olmaz söyüş mediası, söyüş blogerləri. Axı İlham Əliyev, sən həmin söyüşlərdən həzz alırsan. Sən müxalifətin yataq otaqlarına kamera qoyub, onların intim görüntülərini çəkib, baxıb bundan həzz alırsan sən. Sən yaratmışsan söyüş mediasını, sən yaratmışsan söyüş blogerlərini. Sən legitimləşdirmişsən söyüşü. Təhqiri, əxlaqsızlığı sən dövlət siyasəti səviyyəsində gətirib legitimləşdirmişsən. Sən xüsusi dəstələr yaratmışsan. Müxalifətdə olan, yaxud da tənqidi jurnalistikada olan adamları yoldan çıxartıb yatağa çəkmək, orada onların görüntülərini lentə almaq üçün sən xüsusi qrup yaratmışsan, dəstələr yaratmışsan. Kişilərdən və qadınlardan ibarət. Sən kişi müxalifətçiləri qadın fahişələri ilə ovluyursan, qadın olan müxalifətçi və siyasətçilərin dalınca sənin aləmində olan yaraşıqlı kişiləri göndərsən. Onlar eşq elan edirlər, onlar evlilik təklif edirlər. Sonra da bunları lentə alıb göstərirsən. Sən manyaqsın və belə bu dəstəni yaratmaq, belə əxlaqsız ordu hazırlamaq ancaq sənin kimi İlham Əliyev, ancaq sənin kimi əxlaqsız adamın ağlına gələ bilər. Ancaq sizin kimi əxlaqsız rejim belə bir qrup yaradar. Ölkənin təhlükəsizliyi ilə məşğul olacaq bir qurumun, Dövlət Təhlükəsizlik Xidmətinin, Əskəşfiyyat İdarəsinin, Daxili İşlər Nazirliyinin, digər hüquq mühafizə orqanlarının, əməkdaşlarını, müxalifətçilərin götünü gülmək nə üçün ayırmışsınız? Və bütün bu əxlaqsızlıqların, bütün bu baş verən ölkədə tərbiyəsizlikdən başında duran adamsan. Sən Azərbaycan xalqını milli mənəvi dəyərlər deyə yalan danışa-danışa, televiziyalardan, sənin öz hərəkətlərinə, öz ailənin hərəkətlərinə ölkənin əxlaqsızlığı adiləşdirmişsən, sadələşdirmişsən əxlaqsızlığı. Qəbul etdirmişsən Azərbaycan xalqını. Əxlaqsız həyat tərzini qəbul etdirmişsən. Sən özün İlham Əliyev, özün kimi, başqalarının da özün kimi olmasını istəmirsən və ona nail olmuşsan. Kifayət dərəcə. Sən ləyaqətli adamların hamısını həbsxanaya atmışsan. Sənin diktator olan, heç şübhəsiz diktator olan, oğru və korrupsiyon olan atanın Azərbaycan xalqının sərvətlərindən oğurladığın pulla düzəltdiyini heykəli yazan 2 gənci öldürmüşsən. Qatilsən İlham Əliyev. Həm də qatilsən. Bayram Məmmədovu da sən öldürmüşsən, Elbəy Kərimini də sən öldürmüşsən. 2 saylı cəza çəkmə müəssisəsində dəhşətlər baş verir. Ayın 12-si sənin dədən görbagör olan gün Elbəy Kərimli qətlə yetirildi. O sənin dədənin heykəlinin üstünə Stalin sözü yazmışdı. Şəhərdə tutdurdun uşağı. Dədənin ölüm gününə hədiyyə elədin, öldürdün onu. 2021-ci ildə isə Bayram Məmmədovu görbagör atanın doğum gününə hədiyyəsi elədin. Öldürdün adamı, gətirdin, ayın 10-u dədənin ad günüydü, 9-u bayramı dəfn elədin. İndi də 2 saylı cəza çəkmə müəssisəsində olan digər məhbusları hədəfə almışsan. Samir Aşurov. Samir Aşurov Almaniyadan gəlib sənin qarşısına çıxıb, sənə etirazını bildirib. Ona pul verdin, nə elədin bilmirəm. Nəsə gətirdin, apardın Azərbaycan. Bir həftədən sonra şərrədin, tutdun, saldın içəri. İndi həbsxanada zülm edirsən. 2 saylı cəza çəkmə müəssisəsində saxlayırsan. Orada Elbəyini öldürmüşsən. İndi də orada olan bir qrup məhbus, siyasi məhbus. Siyasi məhbusların hüquqların müdafiə komitəsi yaradır. İndi o adamlara zülm edir. Sənin öz əxlaqında olan, sənin kimi bir əxlaqsız zon rəisi təyinləmişsən, o Samir Aşurovu döyüb, təhqirləyib. Samir Aşurov indi aclıq edir. Ondan əvvəl Laçın Vəliyev 2 saylı cəza çəkmə məntəqəsində
döyübsünüz. 25 gün adamı həbsdə saxlamışsınız. Zonunu dəyişmişsiniz ki, bu adam siyasi məhbusların hüquqlarını müdafiə komitəsidir. Eyni zonda nə baş verir İlham? Göstəriş vermişsən adamları indi öldürsünlər, sənə boyun əyməyə adamları. Elbəyini öldürdün, Samiri, Laçını döydürdün, digərlərini də orada təzyiq altında saxlayırsan. Afiyətli Məmmədova təzyiq edirsən 2 saylı cəza çəkmə müəssisəsində. Nədir? Hamısını öldürmək fikrim bu. Etmədiyin əxlaqsızlıq qalmır, amma səni söyəndə sənin o qədələrin, sənin o itin, qurtun, trolların başlayır ki, söyüş mediasında. Şəxsən mən söyməyə utanıram. Utandığıma görə söymirəm. Məni söyləyəcəksən, mən də söyləyəcəm sənə. Utanmaqdan keçir onda. Çünki mənə cavab haqqım var. Amma digər söyləyən adamların heç birindən mən baxmıram, ayıb eləmirəm. İndi bizim bəzi dostlarımız deyir ki, nə olur olsa mən söz ritorikasını, sərt ritorikanı qəbul eləmirəm. Mən qəbul edirəm. Çünki İlham Əliyev, sən haqq eləmirsən. Sən gətirmirsən Azərbaycan siyasətinə söyüşü, sən siyasi gətirləri gətirmirsən, sən zorakılığı gətirmirsən, oğruluğu, korrupsiyanı, hər şeyi sən gətirmirsən. Sən o qədər ibdar adamsan ki, Avropadakı siyasətçiləri pulla satın alıb, paçka-paçka indi tutub basırlar ki, 4 dənə keçmiş deputatın məhkəməsi gedir Almaniyada. Səndən rüşvət aldıqlarına görə. Hələ çox adamlar tutulacaq. İtaliyada tutulub, o nə qədər yazılar çıxıb, Lordlar Palatası, Amerika Senatı, Kongresi, sən bizdən oğlayan pulları hamıya xərcləmişsən Azərbaycan xalqından başqa. Sən əxlaqsız adamsan. Və təəssüflər olsun ki, biz 1993-cü ildən bu günə müstəqilliyin, ləzzətini müstəqilliyin bizə verdiyi üstünlüklərdən Azərbaycan xalqı istifadə edəməyib. Qarabağı aldıq, siz zəbt elədiniz Qarabağı. Neftdən qaza düşdünüz, qazdan qızıl mədənlərinə düşdünüz. Oradan fındığa düşdünüz, fındıqdan pambığa düşdünüz. İndi də nə bilim o daş kərxalarına göz tikib, onları eləmişsiniz. Sərhədləri bağlı saxlamışsınız. Azərbaycan boyda həbsxana yaratmışsan İlham Əliyev. Və biz bu təəssüflə tərk edirik 2025-ci il. Və hörmətli xalq, əziz dostlar, biz nə qədər susuruq, biz nə qədər danışmırıq, biz nə qədər sakit dururuq, illərin hamısı İlham Əliyev ilə olacaq, Əliyevlər ilə olacaq. Bu acıgöz ailənin bizim başımızın üzərində durmağının səbəbi bizim susqunluğumuzdur. Bir müəllim var, Dəyənlər Çələbi. İngilis dili müəllimidir, savadlı müəllimdir. 3 övlad atasıdır. Azərbaycanda baş verən oğurluqları, Azərbaycanda baş verən korrupsiya hallarını, hakimiyyət özbaşdanlığı, polis zorakılıqlarını tənqid etdiyinə görə adam tutublar. Tutublar, güya xülqanlıq edir. Müəllim, İngilis dili müəllimi. İllərdir dərs deyir bu adam. 3 övladın atası. Güya xülqanlıq edir. İlham Əliyev, sən nə qədər əxlaqsız adamsan. Sən, bax bu Dəyənək Çələbi heç bir partiyanın üzvü deyil. Əsl müəllimdir. Sənə belə əsl müəllimlər lazım deyil. Sənə tumanında bu leten daşıyıb, səndən prezident qayıran müəllimlər lazımdır. Və Azərbaycan xalqı bir daha bayramımızı təbrik edirəm və sizə bircə şey arzulayıram, içimən qarşı. Allah 2026-cı ildə bizə görünməmiş cəsarət versin. Bizim dözümümüz də var, bacarığımız da var, qabiliyyətimiz də var, hər şeyimiz var, cəsarətimiz yoxdur. Mən Allahdan arzulayıram ki, Azərbaycan xalqının hər birinə, bu əzilən xalqın, bu zülüm altında qalan xalqın, hər birinə Allah cəsarət versin. Allah cəsarət versin ki, bu acıgöz, əxlaqsız, tərbiyəsiz ailədə canımızı qutaraq. Normal, bütün dünyada qəbul olunan kimi bir ölkə quraq və xoşbəxt olaq. Sağ olun.